Dünənki tədbirdən mənə belə bir hədiyyə verdilər. İstəyirəm sizinlə birlikdə açaq. Ayda bu çox gözəl oldu. Bu Eda Taşpınarın belə bir body mistidir. Bu mənim wish listimdə var idi. Heç ağlımın ucundan belə keçməzdi ki, belə qutunun içindən bu çıxar. Çox gözəl oldu. Tam yerinə düşdü deyərdim. Çox gözəl qoxusu var. Qızlar, dəhşət. Ayda nə gözəldir. Sonra burada New Lab markasından belə bir clean oil var. Yüz təmizləyici yağ. Bunu açıb baxmaq istəyirəm. Necə bir şeydir. Açığı mən makyaj təmizləyəndə yağ istifadə etmirdim. Bu da demək olar ki, tam yerinə düşdü. Yoxlamaq istəyirdim. Baxın, belə bir məhsuldur. İstifadə eləməmişəm. İlk dəfə istifadə eləyəcəm və fikirlərimi sizinlə bölüşəcəm. Daha sonra burada yenə New Lab'dan glikolik asid var. Bu da belə bir məhsuldur. Daha sonra Şiglamın maskarası. Çox istəyirdim yoxlamağı. Bu da tam yerinə düşdü. Və Şiglamdan belə bir... İnanırsınız, bunu dünən orada gördüm əslində. Amma nə olduğunu çözə bilməmişdim. Səhv etmirəmsə bulaşdı. Əgər yanılıramsa üzrlü sayın. Baxın, belə bir qablaşdırması var. Çox fərqlidir. Mən həqiqətən görməmişdim belə bir şey. Bir dəqiqə. Rengi çox gözəldir. Bütün hədiyyələr üçün Defne Cosmetics'ə təşəkkür edirəm.